Şamil deyir, pul vurmuşuq. Bax gör oturub hesaba. Bircə saniyə müəllim, bircə saniyə bilirəm. Sevindir qaqa məni, sevindir. Yox, hələ pul oturmayıb müəllim. Hesabda yoxdur. Vay Əgər başqa gözəm bankçı bu. günün axırına qədər oturacaq. Qardaşımsan, nəzarətində olsun. Xaricdəyəm, qara qəpiyim də yoxdur. Mən yad ellərdən hissəyə yazdırmağa məcbur eləmə. Narahat olma müəllim, hesaba oturan kimi 6 saniyə sonra sən kartından. Bax, indi bir dənə də yerə girəcəm. Bir dənə onu da təsdiq elə. Gözdə açılsın, aha, gözlə bir dəqiqə. Bu nə eşidə? Gör nə günlərə qaldı Məhəmməd. Aycan müəllim. Nə müəllim, həyat yoldaşına mən sənin. Aycan həyat yoldaşım. Restoranda yer rezerv elədin. Evli il dönümümüzü yenə Dayday kafesində keçirmirik də inşallah. Əlbəttə eləmişəm, elə şey olar. Yalan danışma da Şamil. Həmişə hər şeyi axır momentə saxlayırsan. Şamil, təsdiqləyirsən Şamil. Əlbəttə ömrüm. Ömrüm, Şamil, bax, mənə qarşı hisslərin varsa açıq danış. Bağışla mənim, sən demirdin, başqa adama. Sən mənə qulaq asırsan Şamil, yoxsa mən öz-özümə danışıram? Yox, qulaq asıram, müəllim, eşidirəm. Yenə müəllim deyir mənə. Sənə demirdim, ömrüm, başqa adama. Şamil, Aycan! bax, yenə qaşınırsan ha, qardaşım. Nə olar axşama yer rezerv edin, yoxsa boşana bilərəm. Ha? İki nəfər. Almaz. Şamil, mən hansı gülləri xoşlayıram? Kaktus. Magnolia. Mən elə bilirəm o desertdir. 17 yaşım var mənim. Sən mənim üçün həmişə 17 yaşındasın. Hər şeydə bir söz tapırsan. Sən məni almısan. Almaz. Litirliyindən olmur sizdə? Təəssüf ki, xeyr, bizdə yalnız dəmir qabda. Şamil, simicdə eləmə də. Dəmir qabda ver. Dəmir qabda ver, amma ikimiz içəcəyik. Bir də bolluca çörək gətir. Bax gör bəyənəcəksən. Çox qəşəngdir. Niyə məhz saat 100% nəsə bir mənası var? Mənə daha çox vaxt ayırasan deyə. Çox vacibdir. Bəli, müəllim. Şamil, quzu kəsərəm sənə. Bankdakı kuratorla danışdım, deyir hesabladı pul. Onu tez karta vur, qalmışam küsüdə, taksi zat İşdən çıxmışam, indi Şamil, mənim evimi yıxma Şamil. Mən səni ümid olub bayaqdan gözləyirəm. həll eləməyə... İndi həll elə. Bax, bu dəqiqə sənə dönə-dönə demişdim ki, ölüm dirim məsələsidir. Sən piyada gəz, mən həll eləyirəm. Nətər yəni piyada? Nə olub? İşə qayıtmalıyam. Şamil, bugün bizim evlilik il dönümümüzdür. Sevmədiyim gülləri bağlatdırmısan. İndi mən burada tək qoyub gedirsən işə, hə? Mən indi işə qayıtmasam bir nəfər Azərbaycanlı xaricdə acından öləcək. Nə ürək istəyir elə. Olsa sən mənə həmişə ikinci plana atırsan. Onlar elə danışma. 2 dəqiqəlik işdə tez özümü çatdırım. Yemək gələnə kimi qayıdacam. Tez ol, get də nəyə gözləyirsən? Tez qayıdacam. Sana. Senden kaç tane Dur kimdi gələn? Salam qardaş. Mən burada işləyirəm. Yuxarıda 2 dəqiqəlik işim var. Hareket etme kapı. Vallahi mənəm qardaş.
Müdiriyyət icazə vermir. İş vaxtından sonra binaya girmək olmaz, ancaq sabah. Yox, heç çox vacib məsələdir bu. Bir nəfər Azərbaycanlı xarici Müdiriyyət icazə vermir. İş vaxtından sonra binaya girmək olmaz, ancaq sahibkar da, yəni biznes hesabından kartına Müdiriyyət icazə vermir. İş vaxtından sonra binaya girmək olmaz. insan küçədə qalıb. Müdiriyyət icazə vermir. İş vaxtından sonra binaya Ay girmək insan strateji yerdir bura, ofisində bir yerdə ki də yanında görmüşük. Sabaha qala bilməz bu məsələ. Mənim bu gün toyumun il dönümüdür. Həyat yoldaşımı restoranda qoyub gəlmişəm bura. Səncə belə vacib məsələ olmasaydı, qayıdardım ofisə. Müdiriyyət icazə vermir. İş vaxtından sonra binaya girmək olmaz. Müdiriyyətivə salamdır. Bundan böyle uyuşturucu satışı sınırlandırılacak. Mən boş oynatım sən. Görərsən. Qardaşım, pul qazanmaq istəyirsən? Baxıransı yolla. Uyuşturucu işinin dışında yapılacak her iş geleneklere bağlı usullere göre yapılacak. Nə lazımdır? Qardaş, binəqədiyə necə gedə bilərəm? İçəri girmək olmaz. İçəri keçmirəm ki. Binəqədiyə getmək. İçəri girmək olmaz. Sən burada nə edirsən? Alo, Deməmişdin müdiriyyət icazə verim. alo Şamil. Müəllim, əllə eləyirəm. Aç qapını. Aç qapını. Dəli həyat Şam yoldaşım. yeməklər gəldi, harda qaldın? Mən də elə qapıdan çıxıram. 15 dəqiqə oradayam, sən yeməyə başla. Yenə tək yeyirəm də. Nə deyim, çox sağ ol. Aç deyirəm. Balans, balans. Balans açdım. Çarçı ver işimi qurtarır. Dedim müdiriyyət icazə vermir. Bu işimi qurtarır. Dedim müdiriyyət icazə vermir. Ah! Rəis iş düşmür indi buna. Hə, ölüm cəzası verəcək. Aç. Aç. Nə bilim, sən də sağ ol. Bağışla. Bu vaxt səni narahat elədim. Sadə bir iş üçün çox əziyyət çəkmisən Şamil. Sən oğrusan, plazaya gizli yürürsən. Neyniyim? Maliyyə əməliyyatıdır. Bir dənə əməliyyata görə o qədər yol gəlmisən. O sahibkarlar nədir? Sima yükləsinlər. Sima da elektron imzadır. İndi vergi bəyannaməsi, elektron qaymə,
post terminallarının qeydiyyatı, bank hesabının açılması, gömrük bəyannaməsi də daxil sahibkarlara və şirkətlərə aid bütün əməliyyatlara özləri sima ilə icazə verə biləcəklər. Onların əvəzinə işləyəcəksən. Kağız daşımaq da, növbə gözləmək də lazım deyil. Evlilik il dönümünü də qoyub bura gəlməyə ehtiyac qalmayacaq. Deyirsən, yəni sima ilə eləmək asandır. Qulaq olsun bu. A kişi, asandan da asan. 6 ayda pulsuz. Nəysə. Çox sağ ol müdir. Mən indi gedim evlilik il dönümünə. Otur aparım səni. Gedək. Şamil, nə olub sənə? Kimlə dalaşmısan? Dava eləmisən, ha? Yox, mühasiblik. Nə olar mənə bağışla. Mənə görə xoş günümüz heç oldu. Həmişə mənə görə xoş günlərimiz heç də xoş keçmir. Əş olsun da. Əsas odur ki, sahibkar xaricdə pulsuz qalmadı. Bizə başqa nə lazımdır ki? Olar ki, siz bu romantikanı bayırda yaşayasınız, biz də çıxaq gedək evimizə, işimizə. Mənə də heç hələ gülmək olmaz. Sən nə dedin? Mən də Şamil bilirəm. İtələdim bunu, qaçdım, girdim içəri. Nəysə, düşüb dalımca, qapını döyür, eləyir. Ya da işimi həll elədim. Biz gözümü də oyladı. Sən onu görməmişsən. Yaxşı. Günündədir, anası görsə tanımaz. Sən nə evə lazım? Sən mənlə bacarmaq, nə? Buradan lazım idi. Mənə, hə, işimdir də, mən neyim? Mən təzə bir şey tapmışam, ondan da getməyəcəm. Sima deyirlər.